videoma xoş gəldiniz. Hal-hazırda sizi yeni bir vlogla qarşılayıram. İndi isə sizlə bir yerdə sumkamı yığacağıq. Çünki bağa gedirik. Bağa getdiyimiz üstündə nənəmgilə gedəcəyik bağda. Ora getdiyimiz üstündə yəqin ki, bir 3 günlük və yaxud da daha çox gedəcəyik. Bilmirəm, hələ dəqiq deyil, nə qədər qalacağıq. Ona görə təxminən bir 3 günlük yığacağam. Zaten çox bir şey götürməyəcəm. Bağda böyük ihtimalla bəzi şeylər var. Heç nə, belə. Bu arada bağa gedərkən yol üstü də zakaz elədiyim Fabelikdən əşyalar var. Onları gedib götürəcəyik. Sonra isə bağa orada da yəqin ki, onları açarıq və baxarıq. Deməli dostlar, hal-hazırda yeməyimi falan yedim. Sumkamı yığacağıq. İndi yazmışdı ki, gərək o birisi vloga çəkdiyim videoların hamısını silim. Çünki yerim dolma ehtimalı var yolda. Yəni inşallah bir şey yaşamarıq, ona görə siləcəm. Neyse, indi isə bir yerdə sumkamı hazırlayacağıq. İlk öncə belə göstərim. Bu sumkamı aparacağım özümlə. Neyse, isə qısacası göstərmək götürəcəm özümlə. Bunu tripod götürəcəm. Orada sabitləyib çəkmək üçün. Sonra özümdən belə bir dənə kofta, mayka kimi bir şey götürəcəm. Bunu giyinəcəyik. Üstünə də jaket giyinəcəm. Üstünə də kurtka. Bunu şəhərə çıxanda. Sonra isə belə bir qabım var, kosmetika qabı. Bunun içində biraz qarışıq şeylər qoyacağam. Bu boşdur təzədir. Neysə, gələndə isə artıq orduq şeyləri çıxardıb yeni şeyi qoyacağım. Neysə, bura o işlədiyim geli tökmüşəm biraz. Zaten 3 günlük falan gedirik, yəni ponu bəs edəcək o. Hətta biraz çoxdur deyəsəm. Sonra yaş safekdə lazım olar dezodorant. Bu. Belə əlavə isə vazelin götürdüm. Dırnaq pilkası. Çünki oraya gedəndə qayç alıb dırnağıma formaya salmaq niyyətim var. Krem. Sponge. Sünger. Maskara. Dodaq qələmi. Bir də concealer. Bir də şeydən Fabelikdən aldığım məhsulların içində CC krem var. Onu da inşallah çox açıq olmaz. Onda əlavə buralarını falan vurmaq üçün onu işlədəcəyik. İşte bu qədərdir. İndi bunları yığırıq sumkaya. Bir də bunları götürəcəyik orada dərs eləyəcəyimiz üçün. Bu da o dəfə çıxartdığım dəftər. Bunun içinə yeni sözlər öyrənib yazacağım içinə. Lüğətdən əlavə olaraq. Что ты сделаешь? Və hal-hazırda sumkanı yığdım. Saçım biraz şey görsənir. Bu altda var deyil. Neysə. İndi isə gedirik birinci paketi götürməyə. Ondan sonra isə gedirik şeyə. Nədir onun adı? Neysə də bağ evinə. Kombin və sumka. Bağın gözəlliyinə baxın siz hələ. Çox qəşəng deyil. Kakraz Maytenskama da çıxardıb ora asacağım. Çox qəşəngdir. Neysə. Nənəm bütün bağı gilas ağaclarıyla doldurduğu üçün deməli cücələr var. Nənəm zaten çox saxlayırdı. Varalar və cücələri var. Что ki kombinimlə matching eləsin. Bu qara olanımızdır. Elə qaralardan biridir. Cüp. Dostlar, hal-hazırda çay içirəm. Çünki donmuşdum. Cüzələri göstərdim sizə. Bir də birazdan sizə ev turu eləyəcəm. Həyatı falan göstərəcəm. Öyle. Deməli dostlar, hal-hazırda oturmuşam və sizlə bir yerdə Fabelikdən aldığımız veşləri açacağıq. Burada həm xalamın da şeyləri var, həm mənim, bir də bacımın zakaz elədiyi. Ona görə açaq. Bunu bacım özünə alıb, far paleti. Rəngləri belədir. Çox qəşəng rəngləri var. Buna rəng verir dənəm. Bu arada bir şey diyeyim, pigmentasyonu var. İşte arada mən də götürüb işlədərəm də. Ay Allah, bu mənim aldığımdır deyəsən. Çox balacadır. Bu qədər balaca gözləmirdim. Neysə, inşallah qəşəng olar. İndi göstərəcəm nədir. Bu da mənim aldığımlarından biridir. İndi hal-hazırda öz aldıqlarımı seçdim. Bir-birisi onları göstərəcəm. Bu
Ayağım. Bu inşallah açıq olmaz rəngi. Yəni mən açıq gələ bilər. Neysə. Bu şeydir. CC krem. Çox hafifdən qapatıcılıq yox da rəngimi eşitləməsi üçün. İnşallah rəng qəşəng olar. Ümid edirəm. Sonra isə belə bir dənə krem aldım. Üz nəmləndirmək üçün zaten bilirsiniz ki, başqa krem işlədirdim. Belə göstərim. Bunu xalamda da var. Tərifləyir, xoşuna gəlir. Sonra Fidan Eldarova. Baxmısınız yəqin ki, onun kanalına. Bilməm, baxmısınızmı? Onun kanalında o bundan işlədirdi. Kakraz görmüşkən də dedim, niyə də denəməyim. Və xalam da övdüyü üçün. Ona görə bunu aldım. Bunun aloe veralısı falan var idi. Mən normalda onu götürəcəydim. Prosta xalam da elə bundan aldığı üçün və başqaları da gördüyüm insanlar bundan aldığı üçün dedim, yəqin ki, bir bildikləri var. Neyse, gələn dəfə o birisini denəyəcəm. Bu da nəmləndirici. Keçdiyim maskaraya. Bunu mən normalda başqasına alacaqdım. Mama bunu övmüşdü ki, bəs qəşəngdir falan. Hamı bundan alır falan. Al denə də falan. Və bu arada yaxşı ki, bunu almışım. Çünki curling effekt verir. Qıvırma effekti. Bir də dəhşət bir həcm verdiyini iddia edir. Buna ona görə dəyişəcəyik. Dəyişəcəyinə də denəyəcəyik. Və sonradan isə bunlar. Bunu normalda dediyim kimi mən bunu almadım. Bunu avtomatik bunu alanda səpətə ekləndi. Zaten 3 qəpik idi deyəsəm. Yoxsa mənə gəlir 30 muydu? Bilmirəm. Səfərimsə 30 qəpik idi. Neysə, yəni qaldı dedim, neysə alım. Yəqin ki, o da yanında hədiyyə olaraq şey olub. İndi isə keçdik buna. Buna üçün o qədər səbirsizəm ki, hətta bundan geçən bir makyaj edərik bir yerdə. Makyaj malzemələrim düzdür, hamısı burada deyil, amma yetəcək qədər var. Amma fırçalarım yox. Neysə, bundan eləyərik. Sadəcə, açdıq. Və belə göstərim. Wow, çok qəşəng deyil. Məncə bayağı qəşəngdir, ideal. Çox şirin görsənir. Yəni, bayağı bəyəndim. Hətta karisniv rəngi belə çox qəşəngdir. İstədiyim tonlardadır. Belə deyim, mən normalda bunun bir dənə qara və mavi rəng olanını alacaqdım. Yaxşı ki, onu almamışam, bir tərəfdən deyirəm. Həm zaten rəngi yox idi. Həm də bu daha günlük gedir. Salam. Hal-hazırda səhərdir və bir yerdə hazırlaşacağıq. Heç ara getirməm, mini bir hazırlanma edəcəm, çünki video çəkəcəm. Ona görə qısa bir hazırlaşma, həm də dünən aldığım bir gücdən şey denəmiş olaraq bir yerdə. Dırnaqlarımı formaya salacağıq, uzanırlar yanlardan formaya salaq ki, qəşəng uzansınlar. Neysə, niyə belə danışıram soruşursanızsa, evdə yatan var. Hər ehtimal səsimi eşitməsinə, yəni rahat yuxularını alsın deyə belə danışıram. Neysə, tripod buradadır, böyük ihtimalle bunu qoşacağım, çünki belə alçaq görsənir. Gözlərimin rəngini alçaq görsənir. Neysə. Üzüm bu aralar bayağı səbir. Bir qərbələşir. Neysə. Zaten indi hal-hazırda üzümü nəmləndirəcəm. Çünki üzümü yudum və üzüm quru hiss olunur. Bu arada iPad də yanımdadır. Burada neysə baxa-baxa iş görəcək. Bunu denəmək istəyirəm sizinlə bir yerdə. Baxaq görək nətəri nəmləndirir. Hazırlaşandan sonra isə bağa çıxıb isə bağa biraz gəzdirəcəm. Bunlar qolumdadır. Bu arada mən dünənlər çəkmədim. Belə bir ikinci gündür səhər yeməyi falan yedim. Çəkməməyin səbəbi də bayağı yorulmuşdum. Bir də hava pis idi dedim. Bugün hava günəş göstərir. Bugün çəkim. Maalesef günəş falan yoxdur. Neysə, kakız bunları da taxarıq bağda şeyə. Ücə aprelin yarısı olur və mən bunları hələ çıxartmamışam. Bunu denəyəcəyik. Dünənlər dediyim kimi biraz açıq gəldi. İnşallah açıq olmaz. Buna vuracam. Bilmirəm niyə. Əlimə bu keçliyə buna vuracam. O daha rahat kimi gəlir. Bir də onu çıxartmaq. Bunu axat. Belə. Yəni üzümü çox da bir şey eləmədim. Mən də o birsə. Full face make-up edəndə görəcəyik. Və son halı belə oldu.
Dedim yaxlar daha yaxın nesin göstərdim. Neysə. İndi isə çıxıb sizə çölü gəzdirəcəm. Ondan sonra isə yəqin dırnaqlarımızı eləyərik. Ne oldu? Bu da var idi. Bunu taxacaqdım. Makyaj edəndə prosta taxmadım. Bilməm niyə. Möhtəşəm bir kombin eləmişəm. Baxın, möhtəşəm deyirəm. Burada da bataqlara onu çox takmayayım. Çıxaq. Tripodla heç çəkməmişəm indiyənə qədər. Biraz qəribə gəlir ona görə. Çöldə də çəkmirəm çünki hamı baxacaq. Neysə bir müddət sonra yəqin ki başlayıb çəkərəm. Nənəmin bağı bu aralar tamam fərqlidir, bir yerdə baxacaq. Çünki mən də yəni son gələn də belə deyil idi. Buranı toyuqlara bir yer eləyib. Bayağı qəşəng orada. Sonra böyle güller açıb. Çok qəşəngdir məncə bu da. Ay dondum. Sonra burada isə cücələr saxlayırlar. Bu o birisi cücələrdən bir iki həftə daha böyük. Neysə belə göstərim. Kapkan takmıyor bu. Heç özüm bilmirəm niyə buradadır. Belə görsənir hər yer. Burada nəsə əkib falan, orada da əkib. Sonra güllər. Çox qəşəng deyil. Bəli, bura matenskamı gəlib asacağam. Amma ki qolumdan çıxartmadım deyə indi asmayacağam. Və belə buraları da əkimlənəm nəsələr. Bəli. Ay Allah gülə baxın. Amma qəşəngdir də bu niyə burada təkdir? Sonra orada da güllər var. Mən onları göstərməyi unutdum. Çünki görmədim, heç özüm görmədim. İşte burada nəsə əkib. Mən böyük ihtimalla bostanın içinə hal-hazırda girirəm. Mənə görsə Allah haqqı bitdim. Uy. Heç də burada da nəsə var. Heç də biz buradan məncə çıxaq ən yaxşıdır. Bəli. Deməli tanışdırım. Bu 11-ci sanca. minicik ən balacaları. Ay Allah. Qamatlarına baxın da. Allah bir dənə göstərim. Ay, ne qəşəngdir. Gün çıxdı da qocasınlar bax. Görürsünüz. Minicik şeydi. Ne oldu? Saçımı daramaq qərarına gəldim. Çünki qəribə bir şey olub. Daha rahat daranması üçün. Bu da bacımın orada. Dostlar, saçımı bəyənmədim. Çünki ilk də bilmirəm nə olubsa, yəni heç qəşəng durmur. Neysə, videomu burada bağlayacağım. Başqa bir videoda görüşmək üzərə. Bye bye.